Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan silsilə ustad dərslərinə başlanılıb. Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin kollektivi də bu layihəyə qoşulub. Layihə çərçivəsində 12 ixtisas üzrə instrumental və vokal dərsləri keçirilir. Ustad dərsləri ilk olaraq Şövkət Səfərəliyev adına 16 nömrəli Uşaq Musiqi Məktəbində tar, Şövkət Ələkbərov adına 20 nömrəli 11 illik musiqi məktəbində isə qanun ifaçılığı üzrə təşkil olunub. Tarın özünə məxsus mizrabları var. Tar mizrab alətidir. Altın yerinə üst mizrab vuranda alınmır. Bizim tövsiyəmiz də ondan ibarət ki, tar ifadə olsun. Tara əlavə pərdələr bağlayırlar. Mən onu qəti onun yəni əleyhiniyəm. Ona görə bu aləti yaşatmaq üçün sözsüz ki, bizlərdən çox şey asıl öz tövsiyələrimizi verdik. Müxtəlif musiqi məktəblərinin şagirdlərinin ifaları dinləndi. Çalışdım ki, bu ifalarda müasir Azərbaycan qanun ifaçılığında olan müəyyən melizm, forşlaqlar, müəyyən texniki priyomları şagirdlərimizə təqdim edeyim.